Salam əziz izləyicilər, riyaziyyat sevərlər, tələbələr. Bugünkü mühazirəmiz yenə də kompleks dəyişənli funksiyalar nəzəriyyəsindəndir. Kompleks dəyişənli qüvvə sıralarını bugün mən sizlər üçün şərh edəcəm. Əvvəlcə onu qeyd edeyim ki, Ali Riyaziyyat dərs 57-də həqiqi dəyişənli qüvvə sıralarını videosu bizdə var. Bugün isə kompleks dəyişənli qüvvə sıralarını şərh edəcəm. Tərif. Z bərabərdir X plus Y kompleks dəyişəninin qüvvətlərinə nəzərən düzəldilmiş S0 üstəgəl S1Z üstəgəl S2Z kvadratı üstəgəl və s. Sn vura Z üstü N plus və s. O da bərabərdir. Cəm N bərabərdir sıfırdan sonsuzluğa qədər. Sn Z üstü N. 1. Şəklində sıraya kompleks dəyişənli qüvvə sırası deyilir. Burada Sn N0, 1, 2 və s. qiymətlərini ala bilər. Kompleks ədədlərinə bu sıranın əmsalları deyilir. Qeyd edək ki, həqiqi dəyişənli qüvvə sıralarında olan nəzəri isə kompleks dəyişənli qüvvə sıralarında da doğrudur. Yəni, oradakı bütün nəzəriyyə burada da özünü doğruldur. Abel teoremi. Cəm N sıfırdan sonsuzluğa qədər Sn Z üstü N qüvvə sırası hər hansı Z bərabərdir Z0 fərqlidir 0 nöqtəsində yığılırsa, onda bu sıra modul Z kiçikdir modul Z0 dairəsində mütləq yığılır. Modul Z kiçik bərabərdir Q, o da kiçikdir Z0 dairəsində isə müntəzəm yığılır. Bu, onu göstərir ki, qüvvə sırası modul Z kiçikdir Z0 dairəsi daxilində olan hər bir dairədə müntəzəm yığılır. Yəni, bu müntəzəm o dairə daxilində müntəzəm yığılır. Bir qeyd deyək, bir sırası Z bərabərdir 0 nöqtəsində yığılandır. Abel teoremindən aşağıdakı nəticə alınır. Nəticə. Bir qüvvə sırası hər hansı Z1 nöqtəsində dağılırsa, onda bu sıra modul Z böyük bərabərdir modul Z1. Z1 şərtini ödəyən ixtiyari Z nöqtələrində dağılandır. Deməli, bu şərti ödədikdə ixtiyari Z nöqtələrində dağılan olur. Abel teoremindən və ondan çıxan nəticədən alınır ki, mərkəzi koordinat başlanğıcında və radiusu R-ə bərabər olan elə dairə var ki, bu dairənin bütün daxili nöqtələrində verilən sıra yığılır, xarici nöqtələrində isə dağılır. Tərif. Modul Z
kiçikdir R dairəsinə qüvvət sıranın yığılma dairəsi, R-ə isə onun yığılma radisi deyilir. Modul Z bərabərdir R çevrəsi üzərində bir sırası yığıla da bilər, dağıla da bilər. Kompleks dəyişənli qüvvət sıralarında da həqiqi dəyişənli qüvvət sıralarında olan əlamətlər doğrudur. Məsələn, qüvvət sıralarını burada kompleks dəyişənli qüvvət sıralarında yığılma radiuslarının tapılması elə həqiqi dəyişənli qüvvət sıralarında olduğu kimi tapılır. Bunu mən iki üsulla göstərəcəm. Birinci, D'Alembert əlamətinin köməyi ilə kompleks dəyişənli qüvvət sırasının yığılma radiusunun tapılması. İkincisi isə Koşe əlamətinin köməyi ilə kompleks dəyişənli qüvvət sırasının yığılma radiusunun tapılması. Əvvəlcə birinci D'Alembert əlamətinin köməyi ilə yığılma radiusunu tapaq. Limit en yaxınlaşanda sonsuzluğa n plus birinci həddin n-ci həddən nisbəti Cn plus 1 Z üstü n plus 1 bölünsün Cn Z üstü n. Bu nisbətin limitini göstərək. Aydındır ki, burada görürük, modul işarəsi dalında bu ixtisarlar olur, qaldı. Bu bərabərdir limit n yaxınlaşanda sonsuzluğa Z qaldı burada. Z'in modulunu ayrıca yazıram, modul Z və burada qaldı Cn plus 1 modulda Cn plus 1 bölünsün Cn. Modul Z n'dən asıl olmadığından limit işarəsi xaricine çıxarırıq. Modul Z limit n yaxınlaşanda sonsuzluğa modulda Cn plus 1 bölünsün Cn. Biz burada bu ifadeye, yani limit n yaxınlaşanda sonsuzluğa Cn plus 1 bölünsün Cn'e bir el ədədi desək, D'Alembert əlamətində olduğu kimi el ədədi desək, onda bu bərabər olur. Bu əvəzləmədən sonra bərabərdir modul Z vurulsun L. Biz də bilirik ki, bu nisbətin limiti hesablayanda alınan nəticə kiçikdir 1 olanda sıra yığılır. Deməli, bu ifadə kiçikdir vahid olmalıdır. Və buradan da çıxır ki, modul Z kiçikdir 1 bölək L. Deməli, həmən 1 bölək L ədədini verilən sıranın yığılma radisi deyilir. Çünki kiçikdir bir şərt ödən R bərabərdir 1 bölək L olur. L'in qiymətini də götürüb yazanda alırıq ki, bu bərabərdir Cn plus 1 bölək Cn limit. Bunun tərsi elə verəcək ki, limit n yaxınlaşanda sonsuzluğa modulda Cn bölək Cn plus 1. Və nəticədə biz qısaca belə yaza bilərik ki, yığılma radiusu D'Alembert əlamətinin köməyi ilə tapıldıqda R radiusu bərabərdir limit n yaxınlaşanda sonsuzluğa modulda Cn bölək Cn plus 1. Buna 2 düsturu deyək və artıq D'Alembert əlamətinin köməyi ilə yığılma radiusunun tapılmasını biz dedik. İkinci, Koşe əlamətinin köməyi ilə də demək olar. Koşe əlamətinin köməyi ilə belə deyəcəyik, limit
en yaxınlaşanda sonsuzluğa, bilirsiniz ki, ədədi sıralardan bizə məlumdur ki, koşu əlaməti odur ki, eninci dərəcədən kök altında eninci həddin en sonsuzluğa yaxınlaşanda limitini hesaplamaq lazımdır. Burada isə olacaq eninci dərəcədən kök altında modulda n z üstü n'in modulu. Bax, biz bu limiti hesaplamalıyıq. Bu limiti hesaplayaq. Deməli, bu bərabər olacaq limit n yaxınlaşanda sonsuzluğa n'inci dərəcədən kök altında ayrı-ayrı köklərin hasili şəklində yazsam, modulda n və vuraq z üstü n, z'in modul üstü n. Bu da bərabərdir. N'inci dərəcənin kök altında modulda z'in üstü n elə modulda z verir. O da n'dən asılı deyil deyə limit işarəsi xaricinə çıxarırıq. Qaldı vuraq limit n yaxınlaşanda sonsuzluğa n'inci dərəcədən kök altında modulda n. Və yenə də koşu əlamətindən də bizə məlumdur ki, n'inci dərəcədən kök altında n'inci həddin limitinin qiyməti kiçikdir 1 olduqda sıra yığılır. Deməli, bu ifadə kiçikdir 1 olmalıdır. Və limit n yaxınlaşanda sonsuzluğa n'inci dərəcədən kök altında n-ə də yenə də yuxarıdakı biz el desək, bunu əvəz eləsək el, onda buradan çıxır ki, modul z vuraq l kiçikdir 1. Və buradan da alıram ki, modul z kiçikdir 1 bölək l. Və elin qiymətini nəzərə alsaq, burada da 1 bölək, yenə də r bərabərdir 1 bölək l-i nəzərə alırıq. Onda r bərabər olur 1 bölək limit n yaxınlaşanda sonsuzluğa n'inci dərəcədən kök altında modulda n. Buna 3 düsturu deyək. Beləliklə, biz göstərdik ki, qalan bir əlamətinin köməyi ilə yığılma radiusu 2 düsturu ilə, koşu əlamətinin köməyi ilə yığılma radiusu 3 düsturu ilə tapılır. Və təbii ki, bunlara aid mən məsələlər göstərəcəm, məsələlər, nümunələr göstərəcəm, onları həll edəcəyik. Bəzən 2 düsturuna dalan bir düsturu, 3-ə isə koşu düsturu da deyilir. Amma əlamətlərə o 2 düsturu dalan bir əlamətinə görə təyin olunur, 3 düsturu isə koşu əlamətinə görə təyin olunur. Həqqi dəyişənli qüvvə sıralarında olduğu kimi, kompleks dəyişənli qüvvə sıralarında da hər hansı Z0 kompleks ədədi üçün kompleks dəyişənli sıranı Z minus Z0 fərqinin qüvvəti ilə ifadə etmək, göstərmək olar. Bunu yazaq. Deməli dedik ki, Z minus Z0 fərqinə görə qüvvə sırasını göstərmək olar. Yəni bu belə olacaq onda. S0 üstə gəl S1 Z minus Z0 üstə gəl S2 Z minus Z0'ın kvadratı üstə gəl və s. plus Sn
vuraq z minus z sıfırın üstü n plus vesaire bərabərdir cəm n sıfırdan sonsuzluğa qədər Cn z minus z sıfırın üstü n. Buna da deyək 4 düsturu. Deməli, qüvvət sırasını z minus z sıfır fərqinə görə də bu şəkildə göstərmək olar. Burada aşağıdakı belə deyək, 4 sırasının z minus z sıfır şəklində göstərilməsindən bir sırasını da almaq olar. Bax, z minus z sıfır fərqinə mən t desəm, onda 4 sırasından bir sırası alınır. 4 sırasından bir sırasını almaq olar. Beləliklə, burada 4 sırasının yığılma oblastı z minus z sıfır kiçikdir R oblastı olur. Orada isə bir sırasında isə modulca z kiçikdir R şəklində təyin olunurdu. Bu nə deməkdir? Bir sırası mərkəzi koordinat başlanğıcında radiusu R-ə bərabər olan dairə oblastında yığılır. Yığılma oblastı həmən mərkəzi koordinat başlanğıcı radiusu R-ə bərabər olan dairə nöqtələr çoxluğudur. Amma 4 sırası mərkəzi Z0 nöqtəsində radiusu R-ə bərabər olan dairə nöqtələr çoxluğundan ibarətdir. Yəni, burada da qeyd eləmək olar ki, o dairə xaricində və çevrə üzərində artıq oblastları araşdırmaq lazım gəlir. İndi isə mən sizə deyəcəm, buradan bir neçə nəticə alınır, o nəticələri bir-bir deyəcəm. Nəticə 1. Qüvvət sırasının cəmi yığılma dairəsi daxilində kəsilməz funksiyadır. Deməli, qüvvət sırasının cəmi yığılma dairəsi daxilində kəsilməz funksiyadır. Bu nəticə 1. Nəticə 2. Qüvvət sırası yığılma dairəsində istənilən tərtibdən diferensiyallamaq olar və diferensiyallamadan sonra alınan sıranın yığılma radiusu verilən sıranın yığılma radiusuna bərabər olur. Bu nəticədən alınır ki, qüvvət sırasının cəmi yığılma dairəsi daxilində analitik funksiyadır. Və nəticə 3. Qüvvət sırasını yığılma dairəsində yerləşən istənilən hissə hamar əyri üzrə hədd inteqrallamaq olar. Yığılma oblastında dairəsində verilən qüvvət sırasını həmən dairə daxilindəki istənilən hamar hissə hamar əyri üzrə hədd inteqrallamaq olar. Və mən indi kompleks dəyişənli qüvvət sıralarının yığılma radiusunun tapılması, yığılma oblastının tapılmasına aid bir neçə məsələlər həll edəcəm. Məsələ 1. Məsələ 1. Cəm n birdən sonsuzluğa z plus 2 üstü n kvadrat vuraq 5 üstü n sırasının yığılma radiusunu tapın. Sırasının
sırasının yığılma radiusunu tapın. Yığılma radiusunu tapın. Həlli. Sıranı əvvəlcə mən bu şəkildə göstərirəm. Burada əmsalla qüvvə sırasının yazılışı formasında yazaq, əvvəlcə verilən sıranı. Yəni, verilən sıra bərabərdir. N1-dən sonsuzluğa Z plus 2'nin üstündə N kvadratı vuraq 5 üstü N. Bunu yaza bilərik biz qüvvə sırasının tərifində dedikilən şəkildə olacaq N1-dən sonsuzluğa bir bölək N kvadrat vuraq 5'in üstü N vuraq Z plus 2'nin üstü N. Əslində gördüyünüz kimi bu 4 sırası şəklində yazılır. Bu N, bu da ki Z plus 2'nin üstü Z minus Z0'ın üstü N'ə gətirdik. Deməli N bizdə budur. Və formaca baxanda bu ədədi sıra kimi buna baxanda görür ki, bura dalan bir əlamətini sərf eləmək lazımdır da. Yığılma radiusunu tapmalıyıq. Ona görə də biz dalan bir əlamətini tətbiq edəcəyik. Burada Cn bilirsiniz, gördüyünüz kimi Cn bərabərdir. 1 bölək N kvadrat vuraq 5 üstü N'ə. Cn plus 1 bərabərdir. 1 bölək N plus 1'in kvadratı vuraq 5'in üstü N plus 1. Bunları nəzərə alsaq, dalan bir əlamətinə görə limit N yaxınlaşanda sonsuzluğa modulda dedik ki, olacaq R bərabərdir. Limit N yaxınlaşanda sonsuzluğa Cn bölək Cn plus 1. Bayaq biz bu düsturu ispat elədik, göstərdik. Bu düsturla tapaq. Bu bərabərdir. Limit N yaxınlaşanda sonsuzluğa C'nin qiyməti bu. Deməli, C'nin qiymətini Cn plus 1'ə böləndə birincinin ikincinin tərsinə vurmaq lazımdır. Onda alıram bu şəkildə. Surətdə olacaq Cn plus 1'in tərsinin qiyməti N plus 1'in kvadratı vuraq 5'in üstü N plus 1. Məxrəcdə olacaq N kvadrat vuraq 5 üstü N modulda. Bu da bərabərdir limit N yaxınlaşanda sonsuzluğa 5'in üstü N, N plus 1 ixtisar 5. 5 limit işarəsi xaricinə çıxdı. Limit qaldı. Modulda N plus 1'in kvadratı bölünsün N kvadrat. Burada da müsbət olduğundan modul işarəsi daxilində elə kəsirin öz qiyməti çıxır. Alıram 5 vuraq. Limit N yaxınlaşanda sonsuzluğa N plus 1'in kvadratı bölək N kvadratı. Onu da yazıram N plus 1 bölək N'in mötərizə xarici kvadratı. Və mötərizə içərisindəki kəsiri hədbəhəd parçalasaq alırıq 5 vuraq limit N yaxınlaşanda sonsuzluğa 1 plus 1 bölək N üstü 2. Və bildiyiniz kimi bu da limit N sonsuzluğa yaxınlaşanda 0'a yaxınlaşır. 1'in kvadratı 1. 5 vuraq 1 bərabərdir 5. Beləliklə verilən sıranın yığılma radiusu R bərabərdir 5 alırıq. R bərabərdir 5 alırıq. İkinci məsələni həll edək. Məsələ 2.
Məsələ 2. Cəm n sıfırdan sonsuzluğa 1 plus i üstü n vuraq z üstü n. Qüvvət sırasının yığılma radisini tapın. Qüvvət sırasının yığılma radisini tapın. Həlli. Ve burada birbaşa görünür ki bizde Sn 1 plus i üstü n'dir. Yani qüvvət sırasının formaca təyin edilende artık Sn əmsal görünür 1 plus i üstü n'dir. Z'in üstü n deməli onda ve 1 plus i'nin üstü n olduğundan bura qoşu əlamətinin köməyi ilə yığılma radiusunu tapmaq daha məqsəd uyğundur. Yəni qoşu əlamətinə görə biz r bərabərdir 1 bölünsün limit n yaxınlaşanda sonsuzluğa n'inci dərəcədən kök altda modulda Sn. Bax, bu düsturdan istifadə etməliyik. Şeyini yazaq, verilən sırada bizim məsələdə Sn bərabərdir 1 plus i üstü n. Və burada hesablanmanı mürəkkəbləşdirməmək naminə mən modul S'ni əvvəlcə götürüb hesablayıb qiymətini nəzərə alacaq. Yəni onu belə eləmək olar. Modul Sn bərabərdir. Modulda 1 plus i üstü n. Bu da bərabərdir bildiyiniz kimi. Bunu yaza bilərik. Modulda 1 plus i üstü modul xarici qüvvətdə n. Və 1 plus i'nin i cəminin modulu kompleks ədədin modulunun tapılmasıdır. Yəni bu 1 plus i kompleks ədədinin modulunu tapar. O da bilirsiniz ki kök altda əmsallar 1'in kvadratı, i'nin əmsalı da 1'dir, 1'in kvadratı. Bu bərabər olacaq. Kök altında 1'in kvadratı üstə gəl, i'nin əmsalı da 1'in kvadratı və qüvvətdə bizdə var n. Buradan da aldıq ki kök altda 2'nin üstü n. Bunu da yaza bilərəm 2'nin üstündə n bölək 2. Bax bu ifadə. S modulca S'ni tapdıq. Onda r bərabər olacaq 1 bölək limit n yaxınlaşanda sonsuzluğa n'inci dərəcədən kök altında kök altında 2'nin üstü n bölək 2. 2'nin üstü n bölək 2. Bu da bərabərdir. 1 bölünsün limit n yaxınlaşanda sonsuzluğa n'inci dərəcədən kök. Bunu yazaram. Bu ifadənin özü qüvvətdə 1 bölək n. Yəni yazıram 2'nin üstü n bölək 2 vuraq n'inci dərəcədən kök olduğundan 1 bölək n. Burada da n'lər ixtisar oldu. Qaldı bərabərdir 1 bölək limit n yaxınlaşanda sonsuzluğa 2'nin üstü 2'də 1. Sabitin limiti özünə bərabərdir. Aldım ki 1 bölək 2 üstü 2'də 1. Bu da bərabərdir 1 bölək kök altında 2 verdi. Və beləliklə verilən sıranın yığılma radiusu r bərabərdir 1 bölünsün kök altında 2 tapırıq. Bu verilən sualın cavabı olur.
İndi bir məsələ də həll eləyək. Yığılma oblastını da tapaq, yığılma radiusunu da tapaq. Belə bir məsələ yazıram. Məsələ 3. Cəm n birdən sonsuzluğa üçün üstü n, məxrəcdə n kubu, surətdə z minus i üstü n sırasının yığılma radiusunu və yığılma oblastını tapın. Həlli. Yenə də biz verilən sıranı Cn və Z üstü n bir şəklində, indi burada elə ki 4 şəklində göstərək. 4-cü düsturla göstərək. Yəni bu olacaq onda belə, burada yazıram. Sıra cəm n birdən sonsuzluğa 1 bölək 3'ün üstü n vuraq n kubu vuraq z minus i üstü n. Gördüğünüz kimi burada Cn 1 bölək bu ifadədir. Bax Cn əmsal bu ifadədir. Bu da z minus z0'ın üstü n hissəsidir. Deməli bizdə Cn'i təyin elədik ki, nə bə? Və Cn qeyd eləyirəm bərabərdir. 1 bölünsün 3'ün üstü n kubu. Və buradan görünür ki, burada dalan bir əlamətini tətbiq eləmək lazımdır. Yəni verilməsindən qüvvət 3'ün üstü n, n'in kubu o göstərir ki, qoşu əlaməti yox, burada dalan bir əlamətindən tətbiq eləsək daha yaxşıdır. Yəni onda olacaq radius r bərabərdir. Limit n yaxınlaşanda sonsuzluğa modulda Cn bölək Cn plus 1. Qalan bir əlamətinə görə yığılma radiusunu tapılma düsturunu yazdıq. Burada da qeyd eləyək Cn plus 1 bərabərdir 1 bölək 3'ün üstü n plus 1 vuraq n plus 1'in kubu. Və bunu götürüb yerinə yazsaq, burada yazsaq, alırıq bərabərdir limit n yaxınlaşanda sonsuzluğa. Bu ifadə Cn bölünür buna. Onda bunun məxrəci surətə keçir. Olur modulda 3'ün üstü n plus 1 vuraq n plus 1'in kubu. Məxrəcdə də olacaq 3'ün üstü n kubu. Bu da bərabərdir. 3'ün üstü n ilə n plus 1 3 çıxdı qarşıya.
3 vuraq limit en yaxınlaşanda sonsuzluğa. Aldıq n plus 1 bölək n'in kubu. Mən burada kublar nisbətini kəsirlərin nisbətinin kubu şəklində yazdım. Onda hədd və hədd böləndə də alıram 3 vuraq limit n yaxınlaşanda sonsuzluğa. N'i n'ə böləndə 1, üstə gəl 1 bölək n'in kubu. N sonsuzluğa yaxınlaşanda 1 bölək n sıfıra yaxınlaşdı. Bu bərabərdir 3 vuraq 1'in kubu. Bu da elədi 3. Beləliklə yığılma radiusu R bərabər oldu 3'ə. Yığılma radiusunu tapdıq. Biz yığılma radiusunu tapdıq. İndi biz yığılma oblaksını tapmalıyıq. Deməli, radius R bərabər olan dairədə verilən sıra mütləq yığılır. İndi bir də çevrə üzərində yoxlamaq lazımdır. Yəni çevrə üzərində yoxlamaq deyəndə burada olacaq z minus i. Radius tapdıq z minus i modulca bərabərdir 3 çevrəsi üzərində biz yoxlamalıyıq. Deməli, görək bu çevrə üzərində verilən sıra yığılır, yoxsa dağılır. Çevrə üzərində də yoxlayaq. Onda çevrə üzərində yoxlayanda biz burada alırıq aşağıdakiləri. Hesablayıram modul bu ifadəni. Z minus i'nin üstü n bölünsün 3'ün üstü n. Vuraq n kubu. Modulda bu bərabərdir. Z minus i bunu yazıram. Modulda z minus i üstü n. Bax, z minus i'nin modulunun qüvvəti şəklində yaza bilərik. Burada isə bunlar müsbət olduğundan moduldan asılı deyil, elə modulsuz 3'ün üstü n vuraq n kubuna bərabər olur. Z minus i də i bərabərdir 3'ə bərabərdir modul. Onda bunu yerinə yazında olacaq 3'ün üstü n bölə 3'ün üstü n vuraq n kubu. 3'ün üstü n'lər ixtisar olur. 1 bölək n kubu alırıq. Biz də bilirik ki 1 bölək n üstü p şəkilli sıralar, bax p böyükdür 1 olduqda, keçən mühazirəmizdə demişdik, böyükdür 1 olduqda sıra yığılır. Deməli, onda bizdə bax bu sıra n1'dən sonsuzluğa 1 üstü n kubu sırası yığılan olduğundan verilən sıra z minus i bərabərdir 3 modulca. Daha çevrəsi üzərində də yığılır. Və buradan biz nəticə alırıq. Yəni, cavab verilən sıra mərkəzi z bərabərdir i nöqtəsində radiusu r bərabərdir 3 olan dairə və çevrə nöqtələr çoxluğunda yığılır. Həndəsi təsvirini də verəcəm onun və riyazi yazılış qaydasını da göstərəcəyik. Deməli, riyazi yazılış qaydası belədir. D oblastı bərabərdir elə z'lərdən ibarətdir ki, z minus i modulca kiçik bərabərdir 3. Riyazi olaraq oblastında verilən sıra mütləq yığılır. Verilən sıra mütləq yığılır. Bu da oxunuş qaydası belədir ki, radiusu mərkəzi i nöqtəsində radiusu 3'ə bərabər olan dairə və nöqtələr çoxluğunda yığılır. Həndəsi də göstərə bilərik onu. Həndəsi göstərə bilərik.
Z bərabər mərkəzi I nöqtəsində radius 3-ə bərabər olan R bərabər 3 olan çevrə və dairə nöqtələr çoxluğundan ibarətdir. Beləliklə, cavab verilən sıra mərkəzi Z bərabərdir I nöqtəsində radiusu R bərabərdir 3 olan çevrə və dairə nöqtələr çoxluğunda yığılır. Bununla da bugünkü dərsimizi bitmiş hesab edirəm. Sağ olun, yeni dərslərdə görüşənə qədər.